Bəyram dayı 2018-ci ilin yanvar ayının 14-də neoadjuvant ximioterapiyadan sonraki dövrdə, yanvar ayının 14-də 8 saatlıq bir əməliyyat həyata keçirdik. Laparoskopik Ivor Lewis əməliyyatı. Değerli dostlar, bugün biz sizlerle laparoskopik Ivor Lewis əməliyyatının mədən anatomiyasına baxırıq. Ümumi qaraciyər arteriyasını görürük. Truncus celiacus'dan ayrılıb. Biz burada vena portanı görürük. Qaraciyəri saxlayaq. Vena portanı görürük. Xoledoq, qaraciyərin qapısı. Döddönün bağlanılıb. Artıq burada sol qastrik arter tam disseksiyon olaraq bağlanılıb. Truncus. Pankreasın üst divarı tamamilə superior hissəsi tam disseksiyon olunub limfa düyünlərindən. Tamamilə limfa düyünlərindən disseksiyon olunubdur. Bəli, dalaq arteriyası, dalaq venası boyunca pankreasın quyruğu ilə gedirik, görürsünüz. Burada isə artıq aortanın üzəri və biz kurrusları görürük. Tamamilə disseksiyon olunub, bütün limfatik toxumalardan və birləşdirici toxumalardan ayrılıbdır. Bütün pi toxumaları götürülüb. Kururus, bu gördüyümüz artıq mədə spesmenidir. Ivor Lewis əməliyyatında mədən böyüklüyündən xüsusi bir mədə düzəldərək qida borusuna tikilibdir. Anastomoz olunubdur. Xərçəng hökm deyil. Mən 2018-ci ildə bu əməliyyata gələndə həkimlə düz danışanda hikmət elədim. Ona dedi ki, sən xəstəliyin biri sənə deyil. Mən də gülər üzərdim ki, bilirəm, nə var ki burada. O da oldu ki, bir-birinə münasibətimiz, belə insani münasibətimiz çox qəşəng, çox güləndüz olduğuna görə əməliyyatımız da uğurlu başa gəldi. Hal-hazırda ki, 7 il keçi üstündən saf-sağlana gəlin həkimlərimə təşəkkürlü edirəm. 2-dən bir, 3-dən bir. Mütləq gəlirəm, salamlaşıram onlarla. Gözəl gedir. Bu yaxında da bir problem əməli yapmışdı, ölçüsənlə arada. Yenidən gəlin tariyə bir doktora müraciət edelim. O da dedi ki, belə deyil, buna necə lazım məsləhətdir, görün. Bilən əməliyyat edədilər, onu bir gün də yedirəm edirəm. Çox sağlam, minnətdarım. Nəticə də bu oldu. Pozitiv olmaq çox şey dəyişir. Bir də bir söz demək istəyirəm ki, mən bu əməliyyata gələn günü uşaqların qardaşım, uşaqları özləri, hamısı bayıldı mənə gözləyirlər. Mən də əməliyyata hazırlamışlar məni. Bunlara başa saldım ki, bu bıçaq altında gedirəm. Hər şey ola bilər həyatda. Heç kimdə burada günahlandırmır. Deməli, Allah Taala mənim qismətimi burada yazır, burada tutarım. Yox, ömrüm varsa deməli, sağ-sağlam gələcəyəm yanımıza. Buna görə mən tarih həkimə çox minnətdarım. Olduqca. Allah uzun ömür versin. Sağ ol, sağ ol. Hər mart ayında da sizi gözləyirik. İnşallah, inşallah. Sağ olun. Allah qoysun, inşallah.